Bəzən dünyanın gedişatına uzaqdan, sanki başqa bir planetdən baxan o azad dahi və xəyalpərəst ruhlar belə yer üzünün qatı məhdudiyyətləri, dar düşüncəli insanları və anlaşılmamanın yaratdığı o səssiz soyuqluq ucbatından öz kosmik evlərinin həsrətini çəkərlər. Kənardan baxanlar o hər zaman gələcəyi görən parlaq zəkanı, orijinal ideyaları və hər kəsdən fərqlənən qeyri-adi duruşu görərlər, lakin o dahi beynin içində daim fasiləsiz işləyən fırtınaları, bəşəriyyəti xilas etmək istəyərkən öz yaxın çevrəsində tək qalmanın acısını kimsə bilməz. Əziz Dolça, siz məhz o gələcəyin qapılarını açan, sərhədləri yıxan, azadlığı nəfəs kimi sevən və bəşəriyyətə işıq saçan o dahi innovator və üsyankarsınız. Bəlkə də uzun müddətdir ki, ətrafınızdakıların darqəlibli baxışlarına dözmək, fərqli düşüncələrinizi boğmaq və ya başqalarına uyğunlaşmaq üçün o nəhəng qanadlarınızı qandallamağa çalışırsınız. Lakin koinotun öz dəyişməz qanunları var və təbiət heç vaxt küləyin istiqamətini dəyişməsinə, azad axan çayın dənizə çatmasına uzun müddət mane olmağa göz yummaz. Sentyabr ayı sizin üçün sadəcə təqvimdə dəyişən sıradan bir rəqəm, keçib gedəcək adi bir zaman kəsiyi deyil. Bu ay sizin illərdir içinizdə daşıdığınız, bəlkə də heç kimə anlatmadığınız bütün o futuristik ideyalarınızın, qeyri-adi layihələrinizin və yatırılmış azadlıq enerjinizin nəhayət ki, nəhəng bir işıq partlayışı ilə səthə çıxacağı həm sizi, həm də ətrafınızdakı mühiti kökündən dəyişdirəcək bənzərsiz bir tali kəsişməsidir. Sentyabrın ilk günlərindən etibarən havadakı o fərqli, intellektual və ruhunuzu qıcıqlandıran enerjini birbaşa qanınızda nəfəs aldığınız hər an hiss edəcəksiniz. Bu, sadəcə müşahidə etmək dövrü deyil, bu, qətiyyətlə irəli çıxıb öz fərqli baxışınızı, öz gələcəyinizi qurmaq dövrüdür. Bu dərin, kosmik, bəzən adamın ağlını başından alacaq qədər qeyri-adi və bütövlükdə transformasiya edici səyahətə ulduzların məhz sizin azad ruhunuz üçün cızdığı bu möhtəşəm ssenarinin incəliklərinə tam dalmazdan əvvəl sizdən çox kiçik, amma mənim üçün mənəvi dəyəri çox böyük olan bir xahişim var. Əgər mənim səsim, izah etdiyim bu fırtınalı hekayə və bu kanalın bələdçilik enerjisi sizin o dahi, yenilikçi və azadsevər ruhunuzla səsləşirsə, zəhmət olmasa, indicə videonu bəyənin və kanalımıza abunə olun. Sizin hər bir bəyənməniz, hər bir dəstəyiniz koinotun sirlərini anlamağa çalışan, daxili işığını axtaran digər insanlara da bu yol göstərici enerjinin çatmasına kömək edir. İndi isə xahiş edirəm, ətrafınızdakı bütün səs-küyü, beyninizdə dayanmadan gələcəyi planlaşdıran o yorucu səsləri bir anlıq kənara qoyun. Dərindən çox azad və rahat bir nəfəs alın, çünki koinotun sizin üçün xüsusi olaraq hazırladığı bu nəhəng səhnənin pərdələrini birlikdə yuxarı qaldırırıq. Sentyabr ayı idarəedici planetiniz olan Uranın və Saturnun yaratdığı kəskin aspektlər və bu ay baş verəcək güclü tutulmaların əks sədaları ilə həyatınızın bütün təməllərini yenidən formalaşdırmağa gəlir. İş və karyera həyatınıza nəzər saldıqda, bu sahədə son dərəcə qeyri-adi, gözlənilməz dönüşlərlə dolu və azadlığınızı tələb edən seçimlərin qarşısında qalacağınızı görürük. Siz adətən iş yerində darıxdırıcı rutinlərdən, bürokratik qaydalardan və klassik idarəçilikdən zəhləsi gedən, hər zaman yeni sistemlər yaratmaq istəyən birisiniz. Lakin sentyabr ayında ulduzlar sizin karyera evinizdə bəzi köhnəlmiş sistemlərin və ya rəhbərlikdəki dar düşüncəli şəxslərin sizin səbir kasanızı dolduracağını göstərir. Səbəb, peşəkar mühitinizdə yaranan məhdudiyyətlər və sizin artıq o qəfəsdə nəfəs ala bilməyinizdir. Təsir olaraq iş yerinizdə hər hansı bir çərçivəyə salınmaq cəhdini gördükdə daxilinizdəki o üsyankar dolça ruhu kükrəyəcək. Mümkün hadisə odur ki, ayın ilk həftələrində köhnə fikirli rəhbərliklə və ya iş yoldaşları ilə kəskin bir fikir ayrılığı yaşayacaqsınız. Nəticə etibarilə, siz ya o mühiti tamamilə dəyişdirəcək fərqli bir layihəyə rəhbərlik edəcəksiniz, ya da sizi sıxan o köhnə işi arxanızda qoyub tamamilə yeni, azad bir sahəyə adlayacaqsınız. Tövsiyəm budur ki, bu ay iş həyatınızda standartlara uymaq məcburiyyətində hiss etməyin, sizin gücünüz yenilikçi olmağınızdadır. Maliyyə, pul və maddi dəyərlər baxımından sentyabr ayı sizdən ağıllı texnoloji və ya qeyri-ənənəvi maliyyə strategiyaları tələb edəcək. Dolça bürcü üçün pul, həyatı yaşamaq və ideyalarını reallaşdırmaq üçün bir alətdir. Siz heç vaxt maddi əşyaların köləsi olmağı sevmirsiniz. Lakin bu ay ulduzların düzülüşü, xüsusən də gözlənilməz xərc sahələrindəki dəyişikliklər büdcənizi sınağa çəkəcək. Səbəb, texnologiya, təhsil, qlobal layihələr və ya gözlənilməz sosial tədbirlər üçün edilən xərclərdir. Təsir olaraq, qazanclarınızla xərcləriniz arasındakı balansın qəfil dəyişdiyini görəcəksiniz.
Mümkün hadisə kimi ayın ortalarında rəqəmsal layihələr, avadanlıq yenilənməsi və ya səyahət səbəbindən planlaşdırılmamış xərclər yarana bilər. Nəticədə pulla bağlı daha müasir və rəqəmsal üsullara yönələcəksiniz. Tövsiyəm budur ki, bu ay impulsiv maliyyə qərarlarından qaçının, lakin gələcəyə yönəlmiş ağıllı investisiyalardan da çəkinməyin. Sevindirici hal odur ki, ayın son həftəsində texnoloji sahədən, internet üzərindən, qlobal layihələrdən və ya gözlənilməz bir mənbədən əlinizə xeyli miqdarda pul keçəcək. İndi isə həyatınızın ən həssas, ən dərindən gizlətdiyiniz və bəzən kənarlaşdırıldığınız hissəsinə, sevgi, münasibətlər və daxili aləminizə qədəm qoyuruq. İnsanlar çox zaman sizin o soyuq, məsafəli və dostcanlı görünən duruşunuzun arxasında necə sadiq, dərin və anlanılmaq istəyən bir ürək yatdığını bilmirlər. Sentyabr ayında ulduzlar sizin münasibətlər evinizdə çox güclü bir proyektor yandıracaq. Münasibəti olan, evli və ya həyatında müəyyən bir şəxs olan dolçalar üçün bu ay əsl münasibətdə azadlıq və sərhədlər ayıdır. Səbəb, partnyorunuzun sizi hər zaman nəzarətdə saxlamağa çalışması və ya sizin o daxili genişliyinizi məhdudlaşdırmaq istəməsidir. Təsir olaraq, daxilinizdə o qədər güclü bir azadlıq ehtiyacı oyanacaq ki, artıq heç bir qısqanclığa və ya təzyiqə dözümünüz qalmayacaq. Mümkün hadisə odur ki, münasibətdəki darıxdırıcı rutinlər kəskin bir söhbətə səbəb olacaq. Siz partnyorunuza ya sizinlə birlikdə bu mental genişliyi paylaşmağı ya da sizi boğmamağı tələb edəcəksiniz. Nəticədə münasibət ya daha dürüst dostluq prinsipi üzərində qurulacaq ya da sizi sıxan o zəhərli bağ qətiyyətlə qoparılacaq. Subay dolçalar, sizin üçün isə sentyabr ayı tamamilə qeyri-adi, gözlənilməz və fərqli tanışlıqlar dövrüdür. Sizin təbiətiniz standart sevgi hekayələrini sevmir. Səbəb, tranzitlərin sizin sosial və qlobal çevrənizi hərəkətə gətirməsidir. Təsir olaraq, özünüzü hər zamankindən daha fərqli, cazibədar və diqqət mərkəzində hiss edəcəksiniz. Mümkün hadisə kimi, konfransda, texnoloji mühitdə, sosial şəbəkələrdə və ya tamamilə qeyri-adi bir yerdə sizin dünya görüşünüzü tam anlayan, sizinlə eyni tezlikdə titrəyən fərqli və zəki biri ilə qarşılaşa bilərsiniz. Bu tanışlıq həyatınıza fırtına kimi gələcək. Psixologiya, daxili dünya, şəxsi inkişaf və sosial çevrə baxımından sentyabr ayı sizin üçün başqalarının qəliblərinə sığmamaq və əsl mənliyinizi qəbul etmək ayıdır. Dolça bürcü olaraq hər zaman cəmiyyətdən bir addım öndə olmağa çalışırsınız, lakin bu, bəzən sizi tənha qoyur. Bu ay kainat sizə deyir, fərqli olmaqdan qorxma, sənin gücün elə məhz o fərqliliyindədir. Səbəb, daxili evinizdəki planetar fırtınaların sizi mənəvi olaraq təmizləmək istəməsidir. Təsir olaraq, ətrafınızdakı dar düşüncəli insanları uzaqlaşdıracaqsınız. Tövsiyəm budur ki, bu təkliyi bir fürsət bilin, kitab oxuyun, elmi və ya fəlsəfi araşdırmalar edin, ruhunuzu qidalandırın. Bu dərin, kosmik və yenilikçi sentyabr ayının içində bəzi konkret tarixlər var ki, onları yaddaşınıza həkk etməyinizi istəyirəm. Sentyabrın 13-ü və 14-ü intuisiyanızın pik həddə çatacağı, parlaq ideyaların beyninizdə şimşək kimi çaxacağı günlərdir. Səbəb, səmada yaranan dəstəkləyici aspektlərin sizin hava elementinizlə harmoniya yaratmasıdır. Hadisə olaraq gözlənilməz və çox maraqlı bir təklif ala bilərsiniz. Tövsiyəm odur ki, bu günlərdə ən cəsarətli ideyalarınızı belə həyata keçirməkdən qorxmayın. Sentyabrın 20-si və 21-i sizin üçün sosial çevrənizin genişləndiyi, dostlarınızdan mənəvi dəstək aldığınız və xoş xəbərlər eşitdiyiniz günlərdir. Təsir olaraq özünüzü enerjili və azad hiss edəcəksiniz. Sentyabrın 27-si və 28-i isə ayın ən dərindən hiss ediləcək, gələcəyinizə istiqamət verəcək taleyikli oyanış günləridir. Səbəb, planetar tranzitlərin həyatınızda yeni bir dövrün qapısını açmasıdır. Hadisə olaraq uzun müddətdir gözlədiyiniz bir yenilik reallaşacaq. Əziz dolça, heç bir azad quş qəfəsdə xoşbəxt ola bilməz, sizin yeriniz göylər və sonsuz üfüqlərdir. Bu sentyabr ayı artıq sizə xidmət etməyən nə varsa, o dar qəfəsləri, o sizi anlayanların azlığını, o köhnə qorxuları, böyük bir tufan kimi yuyub aparacaq. Bu prosesdən qorxmayın, çünki o sizi məhdudlaşdırmaq üçün deyil, tərəzinizi həmişəlik azadlıq və zəfər tərəfinə əymək üçün gəlir. Siz bu aya bəlkə də müəyyən suallarla girə bilərsiniz, lakin inanın ki, sentyabrın son günlərində güzgüyə baxanda orada tamamilə yenilənmiş, öz gücünü dərk etmiş, parlaq və azad bir dolça görəcəksiniz.
Zaman sizin zamanınızdır, gələcəyə doğru qanadlanın.